Siz ilham severler, hoş gördük sizi. Müqəddəs Ramazan ayının bu güzel gününde sizin hamınızı salamlayır ve bayramınız mübarek olsun deyirəm. Seçkilərin təbliğat mərhələsi adətən gərginliklə, heyecanla müşayiət olunur. Rəqiblər bir-biri ilə mübarizə aparırlar. Nə üçün biz qələbəmizə arxayınıq? Nə üçün biz belə əminik? Ona görə ki, İlham Əliyevin heç bir təbliğata, heç bir kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyevin təbliğat kampanyasını hamıdan böyük müvəffəqiyyətlə 5 il ərzində o özü həyata keçirib. İlham Əliyevin ən böyük vəkili, ən güclü vəkili onun özü olub. İlham Əliyev 5 il ərzində Azərbaycanı qarış-baqarış gəzib. İlham Əliyev 5 il ərzində Azərbaycanda həyata keçirdiyi uçsuz bucaqsız quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Eşq olsun prezidentimizə, eşq olsun İlham Əliyevə.